Salam değerli izleyiciler. Her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Bugün ayın 22 May 2026. Ümmü Azerbaycanımızı, bütün gurbet ülkede yaşayan kardeşlerimizi salamlayıram. Uza Tanrım her birinizi korusun. Bu günləri Bərdə Qoyun Bazarından çəkilişimizə başlamışıq. Yəqin ki, bu ağsaqqal heyvanlarıdır. Gözəl kişi, bu quzular neçə iləndir? 260 ilə. O birlər qoyundur. Onlar neçə iləndir? 450 ilə. Ne güzel. Allah xeyirli bazarını versin. Gördüğünüz kimi bak, Qaraxan sortu quzulardır. Nəsərdir vəziyyət? 140 baş Qaraxan sortu, erkəkli dişili dişisi azdır. 140 baş Qaraxan sortudur. Bunlar hamısı bordağa gedəndir da ya. Pollu. Bordağa gedən heyvanlardır. Bunlar 140 baş liraydı. Qiymətləri neçə iləndir? 260 man deyirəm, yeri var, yönləşib vermiyorlar. Nəzər alar. Yəqin ki, hər heyvana bir 5 manat tutub gedərsiniz. Olar. Nə qədər erkəkdir, nə qədər dişi? Çox erkək saymamışam, çox erkəkdir. Onda belə başa düşürəm ki, 100-dən artıq erkək. Ha, 100-dən nağd artıq. Hamısı Qaraxandır da bunlar. Ha, bu Qaraxan sortu gedir. Ya, bordaqda da çox gözəl effekti var. Bu ceyran çöl heyvanıdır, yoğuşan yemiş heyvanıdır da, ancaq bu heyvan Yoğuşan yemiş. təbii yedilər. Ünvan qardaş, qəhrəman tərtərdadır heyvanlar. Yəni öz təsərrüfatıdır qardaşım. Alversiz ad deyil. Gedin birbaşa qapısından 140 baş heyvandır. Alın aparın, Allah xeyir versin. Yoğuşan yemiş heyvandır. Yəni bu neçə aylıqdır. hamısıdakı gözəl. Qardaşını veriyor, Allah qəbul eləsin, atan kesin. Belə keçilər var. Salamünaleyküm. Dəqiqə, bunlar neçənci qarındır? Birdən 4'e kimi. Bunlar bunun balasıdır. Birdən 4'e kimi. Balalar neçə iləndir?
Bunun süt olan var içində. Elə belə göstərdən abi. Boğazlar neçə iləndir? Hamısı balalıdır. Belə balanın adını satsınız. Neçəyə bax məsəl üçün. Deyəsən dıvırı yoxdur içində heç. Neçə baş heyvandır? Elə bu da qapıda var. Nə qədər var qapıda? 90, 150 başlı da cəmi. Onlar da balalıdır, yoxsa? Hamısı balalı. Hamısı bax balalardır, bax bunlar. Kuzular da sattıktı. Allah hayırlı pazar versin. Bunlar sattıktı. Ama bunlar sattıktı böyle. Hayırlı olsun. Bir tane bundan başka Yana kuzu bir 15 tane götürsem içine. Böyle çömleçleri güzel bir şey. 340 manat. YouTube'a. Memle diyeyim onu da böyle. koy sava diye koysana diye kadar. Pazar olsun kardeş. Neçəyinəndir bu qoçlar? 850 terazi ile. Neçə? 8 manat 50 qəpik tərəzi ilə. Yəqin ki bunlar qoçluğa da yarayır. Allah xeyirli bazar versin. Sekiz manat 50 qəpik tərəzi ilə. Allah bizdən çəkmək, sizdən də baxıb layiq vermək. Değerli izleyicilerimiz, videomuzu burada yekunlaştıracağız inşallah.
Bunlar qoyundur qardaş, yoxsa neçə? Bazar olsun. Neçə ilə deyirsən bunları? Bayram kampaniyasına özel 9 manat. 9-dan. Və bunlar kimindir? Onlar sattık. Satdıqdır. Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Normaldır. Ekstra yaxşı da değil, berbat da değil. Ortadır da. Ortada normal. Allah xeyirli bazar versin. Sağ olun, sağ olun. Cümləmizə. Hardan da gətirmisiniz bunu? Bərdə. Ne güzel. Özündən? Değerli izleyicilerimiz, videomuzu elə burada da yekunlaşdıracağıq. Bugün Bərdə bazarından çəkilişimiz bura qədərdir. Yəni o sırada olan quzuları alıblar hamısını. O klaskarlar var ki, bax burada da var. Onlar hamısı alınıbdır. YouTube kanallarımıza abone olup like vermeyi unutmayın. İnşallah Gəncə şəhərində görüşmək ümidi ilə mən sizinlə sağollaşıram. Oradan güzel video rolikləri hazırlayacağım. Bir bakın. Sizler için daha özel videolar çekip ve paylaşacağım. Allah sizleri korusun, Allah sizleri var eləsin. Bugünlük Bərdə qoyun mal bazarından bu qədər. Allah'a emanet olun. Pazarın olsun qaqa.